Qardaş soruşur ki, qohumlarımız uzaqda yaşayır. Yəni, getmək üçün yəqin ki, çətinlik var. Yəni, telefonla qohumluq əlaqələrini birləşdirmək olarmı? Onlarla təbrikləşmək olarmı? Bəli, möhtərəm qardaşlar, bugünkü gün bu vəsilələr var, hansı ki, telefonla, təbii ki, ən yaxşısı bir şey unutmayın ki, möhtərəm qardaşlar, ən gözəli onu qapısında gedib ziyarət etmək, qapısını döymək, ona salam vermək, üzünə təbəssüm etmək, onu qucaqlamaq, evini ziyarət etmək. Əgər imkan varsa, möhtərəm qardaşlar, birinci bunu etməliyik. Əgər buna çətinlik varsa, məsafə uzaqdırsa, bəli, telefonla zəng eləmək, təbrik etmək, xeyir dua vermək olar. Ancaq yenə də baxırsan, bugünkü gün möhtərəm qardaşlar, təəssüf ki, bir çox insanlar bu telefonun səbəbindən hətta ən yaxındakı qonşusunu belə telefonla təbrik edir. Üz-üzə gəlmək istəmir. Onunla üz-üzə gəlib, görüşüb, salamlaşıb, təbrikləşmək istəmir. Götürür, baxırsan, 2 addımlıq məsafədir, telefonla zəng edir. Ona görə son vaxtlarda artıq sosial şəbəkələrin çoxaldığı bir zamanda baxırsan, sevgi də itib insanlar arasında. Şəfqət də itib, mərhəmət də itib. Çünki üz-üzə görüşəndə, qucaqlaşanda görürsən ki, başqa cür olur, möhtərəm qardaşlar. Vallahi, tamam başqa olur. Sevgi yaranır. Necə ki, Allah Rasulü buyurur ki, Təhəddu, təhabbu, hədiyyələşin, bir-biriniz sevgi yaransın bir-birinizdə. Ondan sonra, əfşüs sələmə beynəkum, aranızda salamı yayın. Salam da sevgi yaradır. Ona görə çalışmalıyıq ki, imkan varsa, fürsət varsa, gedib ziyarət eləmək. Necə ki, əvvəldən də belə olur. Bəli.